Qədim Yunanıstan. Yunanistan Avropada ən qədim dövlətlərdən biridir. Balkan yarımadasının cənubunda yerləşir. 3 dənizlə əhatə edilibdir. Cənubda Aralıq, qərbdə İyon, şərqdə isə Egey dənizləri. Qədim Yunanistan əhalisinin əsas məşğuliyyəti də əkinçilik, maldarlıq və balıqçılıq olmuşdur. Uşaqlar, təbiət Yunanistanı 3 hissəyə bölür. Şimal, Orta və Cənubi Yunanistan. Şimal Yunanistanla Orta Yunanistanı Fermopil keçidi ayırır. Orta Yunanistan Attika vilayətində yerləşir. Orta Yunanistanla Cənubi Yunanistanı dəniz körfəzləri ayırır. Cənubi Yunanistan'da Peloponnes yarımadasında yerləşir və Mikena və Lakonika şəhərləri də buradadır. Yəni Cənubi Yunanistandadır. İndi gələk Avropada ilk dövlət. İlk dövlət Krit dövləti olmuşdur. Eradan əvvəl 3-cü minilliyin birinci yarısından Eradan əvvəl 2-ci minilliyin ortalarına qədər davam etmişdi. Baxaq görək Kritlilərə nələr aiddir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, balıqçılıq idi. Gəmiçilik inkişaf etmişdi. Çox gözəl gəmilər düzəldirdilər. Daha sonra Misir, Babil, Finikiya, Cənubi Yunanistanla ticarət əlaqələri aparırdılar. Sənətkarlar tuncdan silahlar, qızıldan bəzək əşyalar hazırlayırdılar. Möhtəşəm saraylar tikirdilər. Sarayların divarını freskalarla bəzəyirdilər. Bir də ən əsası öz yazıları olmuşdu. Bax, bu testdə çox çaşdırır adamı. Yadınızda qalsın, Kritlilərin öz yazıları olmuşdu, qədim Kritlilərin. Və Eradan əvvəl 2-ci minilliyin ortalarında vulkan püskürülməsi nəticəsində Kritə yaxın adada vulkan püskürülməsi nəticəsində Krit mədəniyyəti məhv oldu. İndi baxaq Mikena mədəniyyətinə. Mikena mədəniyyəti Peloponnes yarımadasındadır, Cənubi Yunanistanda. Yunan mənşəli Axey tayfalar tərəfindən yaradılmışdı. Burada Krit mədəniyyətindən çox şeylər mənimsəmişdilər. Akropol ucaltmışlar. Akropol yuxarı şəhər deməkdir. Orada aristokratlar yaşayırdı. Hökmdar sarayları, adlı sanlı adamların, yəni aristokratların evləri burada yerləşirdi. Sərdabələr var idi. Bir də yadınızda qalsın, sərdabələrin tikilməsi qədim Mikena ilə Misir üçün oxşar cəhətdir. Bunu da yadınızda saxlayın. Bir də ölülərin üzərinə qızıl maska taxırdılar. Uşaqlar, buna çox diqqət edin. Öz yazıları olmuşdu. Qədim Kritlilərin qızıl maskaları var idi, qədim Mikena mədəniyyətinin. Yadınızda qalsın. Akropolun ətrafında da dediyimiz kimi Akropolun özündə hökmdar sarayları, adlı sanlı adamların evləri idi. Akropolun ətrafında isə tacir, sənətkar və əkinçilərin evləri olmuşdu. Mikena mədəniyyəti Eradan əvvəl 2-ci minilliyin sonlarında, yəni 12-ci əsrdə süqut etmişdi. Yunan mənşəli Dori tayfalar tərəfindən məhv edildi və yerində Sparta dövləti yarandı. Bax, burada da Akropol var və Agora var. Agora da bazar meydanı deməkdir. İndi gələk Yunan polisləri, yəni şəhər dövlətlərinin yaranmasına. Uşaqlar, Eradan əvvəl 11-ci əsrdən 8-ci əsrə qədər Yunan tarixində qaranlıq dövrdür. Yəni bu haqda çox məhdud sayda məlumatlar var. Amma Eradan əvvəl 8-ci əsrdən Yunanistanda ilk şəhər dövlətlər, polislər meydana gəldi. Ən böyük şəhərlər də Afina və Sparta olmuşdu. Gəldik əhaliyə və təsərrüfata. Bütün bir çox ölkələrdə olduğu kimi Yunanistanda da əhali 2 yerə bölünürdü. 1. Aristokratlar, yəni zadəganlar, adlı sanlı adamlar. 2. Demos. Aristokratlar kimlər idi? Özlərinin adlı sanlı adamlar, nəsli məlum olan zadəganlar adlandırırdılar. Əhalinin yuxarı təbəqəsini təşkil edirdi onlar. Onların hakimiyyəti aristokratiya, yəni yaxşıların hakimiyyəti adlanır. Bəs Demos kimlər idi? Demos da aristokratlardan başqa bütün azad əhali, yəni kəndli, sənətkar, tacir, qullar və s. Baxaq görək aristokratlar kimlər idi? Aristokratlar Akropolda yaşayırdılar, siyasi həyatda böyük üstünlüyə malik idilər, Attikanın bütün əhalisini özlərinə tabe etmişdilər və iri torpaq mülkiyyətçisi idilər. Daha sonra Afina əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdu, üzüm, zeytun becərirdilər. Onları amfora, iki ağızlı ağzı dar olan 2 qutlu qablarda saxlayırdılar. Ondan sonra təsərrüfat və sənətkarlıq da inkişaf etmişdi. Hətta təsərrüfat və sənətkarlığın əsasında ticarət də inkişaf etmişdi. Eradan əvvəl 7-ci əsrdən də Afinada gümüş pullar kəsilməyə başlamışdı. İndi gələk Afinanın idarə etmə sisteminə. Afinanı hökmdar idarə edirdi. 7-ci əsrdən başlayaraq oliqarxiya idarə etmə üsulu yaranmışdı. Afinada 2 qurum fəaliyyət göstərirdi. 1. Xalq yığıncağı, 2. Ağsaqqallar şurası. Xalq yığıncağına görək nələr daxildir. Bütün vətəndaşlar iştirak edirdi, çox az səlahiyyətlərə malik idi. Eradan əvvəl 6-cı əsrin sonunda ali hakimiyyət orqanı oldu və dövləti idarə etmək üçün strateq seçməyə başladı. 20 yaşına çatmış bütün kişilər də iştirak edə bilərdi. Baxaq görək Ağsaqqallar şurası nə idi? Adlı sanlı adamlardan, yəni aristokratlardan ibarət idi. Eradan əvvəl 7-ci əsrdən bütün məsələləri həll etməyə başlamışdı. Qanunlar qəbul edib və bu qanunlar əsasında da məhkəmə qururdu. Görək borc daşı nədir? Borc daşı nə idi? Uşaqlar, borc daşı kəndli öz sahibkarından borc alırdı. Onun sahəsinə və yaxud evinin yanına bu daş qoyulurdu, borc daşı.
O daşın üzərində nə yazılırdı? Kəndlinin aldığı borcun miqdarı, nə vaxt aldığı tarix və nə vaxt qaytarılmalı olduğu tarix yazılırdı. Əgər kəndli borcunu vaxtında ödəyə bilmirdisə, qula çevrilirdi. Ən əsası da ailəsi ilə birlikdə qula çevrilirdi. Daha sonra gələk Drakon qanunlarına. Drakon qanunları eradan əvvəl 621-ci ildə yaradılmışdır. Aristokratların həyatını və əmlakını qoruyurdu. Demosun mənafeyinə zidd idi. Ona görə deyilirdi ki, mürəkkəblə deyil, qana yazılmışdır. Burada deyir ki, təqsirkar ən kiçik səhvə görə ölüm cəzası verilirdi. Artıq bu dövrdən, yəni eradan əvvəl 7-ci əsrin sonlarından Afinada xalqın, Demosun narazılığı artdı. Narazılığın artmasının bir neçə səbəbləri var idi. Onlara baxaq. 1. Afinanın idarə edilməsində iştirak etmək istəyirdilər. 2. Kəndlərə torpaq payı istəyirdilər. 3. Borcların ləğv edilməsini istəyirdilər. Aristokratlar da Demosun üsyanından qorxduğuna görə bu tələblərin bəzilərini yerinə yetirməyə məcbur oldular və eradan əvvəl 594-cü ildə hökmdar seçilən Solon Demosun mənafeyinə uyğun islahatlar həyata keçirdi. Baxaq görək islahatın mahiyyəti nədir? 1. Kəndlinin torpağa görə borcları ləğv edildi. Borca görə qul edilən Afinalılar azad edildi. Borc köləliyi ləğv edildi. Hətta gələcəkdə də borca görə əhalinin qul edilməsi qadağan edildi. Taxıl və zəruri ərzaq məhsullarının ixracatı qadağan edildi. Bu bəndə xüsusilə diqqət edin. Testdə ən çox çaşdıran yerlərdən biri də budur. Taxıl və zəruri ərzaq məhsullarının ixracatının qadağan edilməsi Solon islahatına aiddir. Yadınızda qalsın. Və Attikanın bütün kişi sakinləri Afina vətəndaşlığı hüququ aldılar. Əmlakından asılı olmayaraq da bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdi. Amma vətəndaşların, yəni yoxsul vətəndaşların siyasi vəzifəyə seçilməsi qəbul edilmədi. Ümumiyyətlə belə desək, Solon islahatları ziddiyyətləri tamamilə həll etmədi. Yəni ən çox qismən də olsa bu borc, qul, bu məsələləri həll etmişdi. İndi gələk Afinada tiranlığın devrilməsinə. Bir nəfər aristokrat hakimiyyəti zorla ələ keçirdi. Onu da tiran adlandırdılar. Onun, belə deyək də, onun islahatları da yeni zadəganların, bir də Demosun, yəni yoxsul əhalinin mənafeyinə uyğun idi. Ona görə də onu dəstəkləməyə başladılar. Amma bu təbii ki, Afinada qanun aliliyinə zidd idi. Ona görə də əhali birləşdi, üsyan qaldırdı və tiranlığa son qoyuldu. Və eradan əvvəl 6-cı əsrin sonlarından islahatlar keçirildi. İslahatlara əsasən xalq yığıncağı ali hakimiyyət orqanı oldu. Xalq yığıncağı qanunları müzakirə etmək və qanunları qəbul etmək səlahiyyətləri verildi. Bir də bu dövrdən xalq yığıncağı ordu və donanmaya başçılıq etmək üçün strateji seçməyə başladı. Buna görə də Afinada demokratiyanın əsası qoyuldu. İndi gələk Sparta dövlətinin yaranmasına. Uşaqlar, eradan əvvəl 2-ci minilliyin sonlarında, yəni 12-ci əsrdə Yunan mənşəli Dori tayfaları Cənubi Yunanistana hücum edərək Mikena mədəniyyətini məhv etdilər və Sparta şəhərinin əsasını qoydular. Sparta dövləti də Afina kimi quldar dövlət idi, oliqarxiya idarə etmə üsulu var idi və dövlətə 2 hökmdar başçılıq edirdi. Bir də burada da Afinada olduğu kimi xalq yığıncağı və ağsaqqallar şurası fəaliyyət göstərirdi. İndi baxaq onların səlahiyyətlərinə. Hökmdar müharibə vaxtı orduya rəhbərlik edirdi, ağsaqqallar şurası qərar hazırlayır və səs vermək üçün xalq yığıncağına göndərirdi, xalq yığıncağı isə qanunları səs vermə yolu ilə qəbul edirdi. Uşaqlar, Spartada əkinə yararlı torpaqlar çox az idi. Ona görə də onlar qonşu əraziləri işğal edib əhalini qula çevirirdilər. Onlar qulları hilot adlandırırdılar. Ümumiyyətlə belə desək, Sparta dövləti hərbi üzərində qurulmuş bir dövlətdir. Hərbi dövləti idi. Orada kişilərin hamısı döyüşçü idi. Hətta deyir ki, bax burada baxaq görək Sparta qanunlarında nələr qadağan edilmişdi. 1. Hərbidən başqa işlə məşğul olmaq. 2. Fəlsəfə, ədəbiyyat, incəsənət öyrənmək. 3. Xaricə getmək. Yəni hərbidən başqa bu dövlətdə hər şey qadağan idi. Hər şey hərbi üzərində qurulmuşdu. Spartalılardan günümüzə qədər lakonik danışıqda gəlibdi. Hətta deyir orada analar öz övladlarını, oğullarını hərbiyə göndərəndə deyirdilər qalxanla ya da qalxanın üstündə. Belə bir şeylər də var idi Spartada daha sonra. İndi gələk Yunan koloniyalarının yaranmasına. Yunanistanda əhalinin bir hissəsi öz vətənlərini tərk etməyə məcbur olmuşdu. Bunun bir neçə səbəbi var idi. Ticarətin inkişafı, əhalinin sayının artması, əkinə yararlı torpaqların azlığı və ən əsas səbəblərdən biri də Demos və zadəganlar arasında mübarizə. İndi görək koloniyalarda kimlər məskunlaşmışdı. Torpaqsız kəndlilər, torpağı əlindən almış kəndlilər və varlamaq istəyən tacir və sənətkarlar. Buna görə də Aralıq dənizindən Qaradəniz sahillərinə qədər böyük bir ərazidə Yunan koloniyalar yaranmışdı. Hətta deyir ki, eradan əvvəl 8-ci, 6-cı əsrlərdə Qafqazdan İspaniyaya qədər Yunan koloniyaları genişlənmişdi. Uşaqlar, Yunan koloniyaları hər biri ayrı-ayrılıqda şəhər dövlət idi. Koloniyada yaşayan əhali özlərini Ellin, vətənlərini isə Ellada adlandırırdılar.
İndi belə bir sual meydana gəlir ki, Azərbaycan elm mədəniyyətinin təsirinə məruz qalmışdı? Təbii ki də bəli. Kim yaymışdı? Makedoniyalı İskəndər elm mədəniyyətini həm Atropatena, həm Albaniya dövlətlərinə yaymışdı. İndi gələk Yunan-İran müharibələrinə. Deməli uşaqlar, eradan əvvəl 5-ci əsrin əvvəllərindən Avropada Yunanistan, Asiyada isə Əhəməni böyük bir dövlətə çevrilmişdi. Və 6-cı əsrin ortalarında Əhəmənilər Kiçik Asiyanın qərbindəki Yunan şəhərlərini özünə tabe etməyə başlamışlar. 5-ci əsrin əvvəllərində isə Əhəmənilərin tabe etdiyi Yunan şəhər dövlətləri Əhəmənilərə qarşı üsyan qaldırdı. Afina da bu üsyançılara kömək etdi. Bu isə 1-ci Daranın Yunanistana hücum etməsinə səbəb oldu. 1-ci Daranın Yunanistana hücum etməsinə səbəb oldu. 1-ci Darada Kiçik Asiyada Yunan şəhər dövlətlərini və Egey dənizindəki adaları özünə tabe etdikdən sonra Yunanistana hücum etdi. İndi baxaq döyüşlərə. 1-ci Marafon döyüşü olubdu, eradan əvvəl 490-cı ildə. Marafon düzündə baş vermişdi. Burada 1-ci Daranın qoşunu sayca çox olmasına baxmayaraq məğlub oldu. Hətta deyir ki, Afina əskərlərindən biri 42 kilometrlik yolu qaçaraq qələbə xəbərini verdi. Orada da ürək partlayıb öldü və bugün də hətta marafon qaçışı keçirilir həmin o döyüşçünün şərəfinə. Daha sonra Fermopil döyüşü oldu. Eradan əvvəl 480-ci ildə. Artıq Fermopil döyüşündə 1-ci Dara vəfat etmişdi. Onun yerinə oğlu Kserks gəlmişdi. Fermopil döyüşündə Sparta hökmdarı Leonid və döyüşçüləri xəyanət nəticəsində həlak oldular. Əhəmənilər Orta Yunanistanı tutdular. Hətta o dövr belə bir deyim yaranmışdı ki, Əhəmənilər öz qoşununu ölümsüz adlandırırdılar. Bir də belə bir şey deyilmişdi ki, Əhəmənilər demişdi bizim oxlarımız günəşi tutar. Leonid də demişdi ki, eybi yoxdur, biz də kölgədə vuruşarıq. Amma xəyanət nəticəsində məğlub oldu Leonid və döyüşçüləri. Hətta bu döyüşdə 300 Spartalı həlak olmuşdu. Daha sonra gəlir Salamin döyüşü. Bu da eyni ildə, eradan əvvəl 480-ci ildə olmuşdu. Burada Yunanlar parlaq qələbə qazandılar və Əhəməniləri Yunanistana qovub çıxartdılar 1 il sonra. Yəni 479-cu ildə Plateya döyüşündə. Ümumiyyətlə desək, dəniz döyüşləri 30 il davam etmişdi. Bu vaxtda da, yəni 30 il ərzində də Yunan şəhər dövlətləri birləşdilər. Afinanın başçılığı ilə Afina dəniz ittifaqı yaratdılar. Afina dəniz ittifaqı da döyüşlərdə Əhəməniləri məğlub etdi. Və Yunan-İran müharibələri nəticəsində Yunanlar parlaq qələbə qazandılar. Afina dənizdə ən güclü dövlətə çevrildi və Afinalar dəniz sahibləri adlandırıldı. Eradan əvvəl 449-cu ildə Yunanlarla Əhəmənilər sülh müqaviləsi imzaladılar. Sülhün şərtlərinə görə Əhəmənilər Egey dənizi adalarında və Kiçik Asiyada olan Yunan şəhər dövlətlərinin müstəqilliyini tanıdı və Əhəməni donanmasına Egey dənizində üzmək qadağan edildi. İndi gərək demokratiya, Periklin. İndi baxaq Afinada Periklin dövrünə. Uşaqlar, Yunanlar qulları insan ayaqlıları adlandırırdı. İndi belə bir sual verin. Bəs Spartada qullara nə deyilirdi? Hilotlar. Yadınızda qalsın, Spartalılar qulları hilot adlandırırdı. Afinalılar isə insan ayaqları adlandırırdılar. Qul əməyindən daha çox filiz mədənlərində və daş kərxanalarında istifadə edilirdi. Yunan-İran müharibələri dövründə yoxsul vətəndaşların orduya cəlb edilməsi onların belə deyək, mənafeyinə müsbət təsir göstərmişdi. İndi gələk Periklin strategilik dövrünə. Periklin strategilik dövrü eradan əvvəl 443-428-ci illərdir. Onun dövrü Afina demokratiyasının çiçəklənmə dövrü adlanır. İndi görək onun dövründə hansı islahatlar həyata keçirildi. Bütün Afinalılar idarə etmədə iştirakı genişləndi. Yoxsul Afinalılar artıq dövlət vəzifələri tuta bilərdilər. Hətta buna görə onlara əmək haqqı verilirdi. Yoxsul vətəndaşlara taxıl və pul yardımları edilirdi. Vətən uğrunda həlak olanların ailələrinə, uşaqlara, qocalara, əlillərə yardım göstərilirdi. Periklin dövründə 20 yaşına çatmış vətəndaşların iştirak edə biləcək xalq yığıncağı yaradıldı. Görək xalq yığıncağında nələr olmuşdu. Xalq yığıncağı qanunlar qəbul edir, müharibə sülh məsələləri həll edir, dövlət məmurları seçir, yəni strategləri və xəzinədarları. Bir də xarici siyasətlə bağlı qərarlar qəbul edir. Afinada bu cür idarə etmə demokratiya, yəni demosun hakimiyyəti, yəni xalqın hakimiyyəti adlanır. İndi uşaqlar gələk Afina-Sparta müharibəsinə eradan əvvəl 431-404-cü illərdə. Əhəmənilər üzərinə qələbədən sonra Yunan şəhər dövlətləri iki düşərgəyə ayrıldılar, Afina və Sparta. Və bunlar da iki rəqib düşmənə çevrildi. Bu düşmənçiliyin səbəbi Afinada ağalq etmək idi. Bu dövr şəhər dövlətləri, Yunan şəhər dövlətləri ticarətdə üstünlük qazanmaq və qonşu əraziləri tab etmək uğrunda rəqabət aparırdılar. Eradan əvvəl 431-404-cü illərdə dediyimiz kimi Yunanistanda ağalq etmək uğrunda Afina ilə Sparta arasında müharibə başladı.
Bu müharibə Peloponnes müharibəsi adlanır. Müharibə nəticəsində Afina və müttəfiqlər məğlub oldu. Afina dəniz ittifaqı ləğv edildi. Yunanistanda təsərrüfata böyük zərbə dəydi. Yunan şəhər dövlətləri zəiflədi və düşmənə qarşı mübarizədə bir-biri ilə birləşə bilmədilər. Belə bir vaxtda da Makedoniya dövləti gəlib Yunanistanı işğal etdi. İndi gələk Yunanistan mədəniyyətinə. Teatra baxaq. Eradan əvvəl 5-ci əsrdə Yunanistanda teatrlar yaranmışdı. Ondan əvvəl dini bayramlar zamanı Tanrı Dionisin şərəfinə açıq havada tamaşalar göstərilirdi və 5-ci əsrin sonlarından artıq teatrlar yarandı. Teatr tamaşa yeri deməkdir. Teatrda əfsanələr və qədim Yunan müəlliflərinin əsərləri tamaşaya qoyulurdu. İlk Yunan pyesinin də müəllifi Eksil olmuşdu. Daha sonra din. Qədim Yunanlar çox tanrılı dinə malik idilər. Onlar tanrıların Olimp dağının zirvəsində yaşadığını düşünürdülər və onların şərəfinə dini bayramlar və idman yarışlar keçirirdilər. Yunanistanda baş tanrı Zevs adlanırdı. Daha sonra elmə baxaq. Uşaqlar, qədim Yunanistanda elmin mərkəzi Milet şəhəri idi. Sonra eradan əvvəl 5-ci əsrdə Afina demokratiyasının bərqərar olunması ilə Afina Yunanistan elminin mərkəzinə çevrildi. Yunanistanda Pifagor, Sokrat, Platon, Aristotel kimi alimlər yaşayırdılar. Hətta eradan əvvəl 5-ci əsrdə Herodot tarix elminin əsasını qoymuşdu. Daha sonra təhsilə baxaq. Uşaqlar, Yunanlar təhsilə böyük önəm verirdi. Ən yaxşı məktəblər də Afinada yerləşirdi. Azad Yunanların övladları məktəbə gedir. Onlar yazını stil adlanan metal çubuqla yazırdılar mum lövhə üzərində. Stilin küt tərəfi ilə də yazdıqlarını poza bilirdilər. Şagirdlər Homerin İlyada, Odisseya dastanlarını əzbərləyirdilər. Yunanların öz əlifbası olmuşdu. Sonralar Yunan əlifbası əsasında Latın və Kiril əlifbaları yaranmışdı. Daha sonra memarlığa baxaq. Uşaqlar, Yunanlar memarlığa da böyük önəm vermişdilər. Möhtəşəm məktəblər, teatrlar, binalar tikirdilər. Hətta Parfenon məbədi də ucaldılmışdı Yunanistanda. Parfenon məbədi İlahə Afinanın şərəfinə tikilmişdi. Heykəltaraş Fidi fil sümüyündən İlahə Afinanın 12 metrlik heykəlini düzəltmişdi. Qızıl və fil sümüyündən. Memarlıqda sütunlardan geniş istifadə edilirdi. İndi gələk Olimpiya oyunlarına. Olimpiya oyunları Yunanistanda 4 ildən bir keçirilirdi. İlk dəfə eradan əvvəl 776-cı ildə keçirilmişdi. Baxaq görək Olimpiya oyunlarına nələr aiddir. İlk dəfə Yunanistanda keçirilmişdi. Oyunlar zamanı məşəl yandırılırdı və oyunun keçirildiyi ölkəyə gətirilirdi. Olimpiya oyunları zamanı müharibələr dayanırdı. Qadınların bu oyunlara gəlib baxması qadağan edilmişdi. Yunanların müqəddəs saydığı Peloponnesdəki Olimp şəhərində keçirilirdi oyunlar. Buradakı mərkəzin, yəni məbədin içərisində, Olimp məbədin içərisində heykəltaraş Fidi Zevsin heykəlini ucaltmışdı. Olimpiya oyunlarında qaçmaq, güləşmək, nizə atmaq, yumruq döyüşləri, belə oyunlar keçirilirdi. Ən təhlükəli oyun 4 at qoşulmuş arabalardan ibarət oyun idi. Qaliblər zeytun çələngi ilə mükafatlandırılırdı və öz vətənlərində heykəllər qoyulurdu. İndi burada baxaq qədim Yunan mütəfəkkirlərinə, görək nələr vermişdilər elmə bunlar. Demokrit dünyanın xırda zərrəciklərdən, atomlardan ibarət olduğunu demişdi. Herodot eradan əvvəl 5-ci əsrdə tarix elminin əsasını qoymuşdu. Tarixin atası adlandırılır. Yunan-İran müharibələrinə həsr edilmiş tarix kitabı var. Hətta bu kitabda Ön Asiya, Misir, Azərbaycan haqqında qiymətli mənbələr var. Daha sonra Hippokrat. Hippokrat həkim idi, tibb elminə böyük töhfələr vermişdi. Hətta bu dövrdə də həkimlər işə qəbul olarkən Hippokrat andı içirlər. Belə bir deyim var. Və Aristotel ilk dəfə bütün elmlərə ayrı-ayrı adlar vermişdi. Məsəl üçün botanika, fizika və s. Uşaqlar, bunu da qeyd edim ki, Aristotel İskəndərin müəllimi olmuş.